Və nəhayət dostlar o gün gəldi çatdı. Hamı deyirdi ki, YouTube'da bu qədər izlənirsən, niyə evin yoxdur, niyə maşının yoxdur. Mən də qaza gəldim, özümə villa aldım. İndi sizlə bir yerdə gəzəcəm içini. Niyə? Çünki bütün xoş anlarımı YouTube'da indiyə qədər paylaşmışam. Gəlin dostlar, xoş gəlmisiniz. Sizi o qədər çox sevirəm ki, villamızın qapısı belədir. Ya bu dəqiqə ən sevincli günlərimdən birindəyim. Alan kimi dedim videosunu çəkəcəm. Qapı dostlar pultla açılır, bağlanır. Burada belə bir hissə var dostlar, işıqlarım falan axşam yandırıb, bura stol qoyub oturub çay falan içəcəyik. Belə eləyirsən söndür bax. Ya da zaraf deyirəm, oradan Sadiq əli ilə söndürdü. Yəni burada krant var, görək burası su gəlir. Uy zibil. Bunu yoxlamamışdım ha alandan. Uy zibil, bu nədir Allah? Uf, qardaşım yeraltı ev də var evin içində. Çox zordur məncə bura. Ən önəmlisi, bu villanı villa eləyən nədir? Onun hovuzu. Hovuza bax, hovuza. Birazdan sizinlə bir yerdə havuza da girəcəyik dostlar. Evdə belə ağaclar falan var. Evin arxasına gedək baxaq. Bir də cırla-cırla danışmıram, özüm ölüm həyecanlıyam, çox sevincliyəm deyə bilmirəm nə danışıram. Qardaşım, evin arxasında burada bir dənə ayaq yolu. Buranı təmizləmək lazımdır. Nədir? Nədir ola? Uy zibil, evin arxasına buradan da giriş var imiş uşaqlar. Sən bu qapını açmamışdın da mən alandan. Buranı da qaladovka eləyərəm. Uşaqların velosipedinin adını qoyarsan, prosta tapın görək nə çatışmır. Zordur ya qardaşım. Uşağım olmaq istəyirəm. Alanda var Heç elə bir keçib olmadı yalanda. Oralara geçirirsən. Bədbəxtdir də. Hər yerə də su gəlir. Ekib ev eləyəcəyik dostlar buranı. Şov səndə. Pul yazır. Hala bu boyda villamız var. Nə danışırsan? O evin arxasında da işıqlar var. Ya alanda gündüz vaxt almışıq deyə bu evi heç gecə görməmişəm də inanırsınız. Gedək girək evin içinə. Baba, sizə bir dənə bir şey göstərim. Fox eləyəcəm. Baba. Buradan girirəm ha. Gözləyin dostlar, gözləyin. Salam Sadiq. Bir dənə burada pəncərəmiz var. Uşaqlar təsəvvür eləyin. Buradan birbaşa havuza da evin içindən yuxudan durdum tullan havuza birbaşa. O tərəfdə də var dostlar eynisinə. Girin də evin içinə girin. Xoş gəlmisiniz. Gəlin. Burada olandan var. Necə çıxmalı buradan? Pərdələrin falan çox qəşəngdir. Bu eynisindən gəlirik bura. Bu tərəf mətbəxdir. Mətbəxin bir dənə üstünə bax qardaşım. Satırın həyatımda bura. Bir qalxıb onu öpmək istəyirəm məni. Eynisindən burada da var qapının. Gəl Sadiq bəy gəl. Sadəcə mən bilsən nədən qorxuram? Yuxudan duranda qarışdıraram birdən bu səkiyə tullan. Təsəvvür elə qardaş. Üzü üstə lop tullanırsan da burada. Orada da mənim maykam var. Biraz səmmili oldu. Qoymuşam ki qurusun da. Hal-hazırda mətbəxdə idi. Bir dənə mətbəxi də gəzək. Həmişə istəmişdim belə evim olsun. Göstərək, özümüzü göstərik, bildim mən. İşığa baxın. Çak. Orada da o pərdələrin də. O pərdələrin işığı var, gecə o bilsən nə olacaq. Mən həmişə istəyirdim ki, evimdə çoxlu şkaf olsun, mətbəxdə. Və çoxlu şkaf var da. Necə gəldi ola evimdən? Görüb baxaq da burada. Hoppa, kamera sistemimiz. Sədir dostlar ki, səni də görə bilirsiniz. Wi-Fi-miz də var ya ola. Nədən xiyar? Narahat qorxma. Xarab eləmə evimi. Soyuducu bir dənə bu nədir? Burada sizin reklamınız ola bilərdi. Qazımız. Qaz da var ya uşaqlar, evdə qaz da var. Ördək də alıb saxlayacağam. Gəlin qonaq otağına. Yataq otağına mən ancaq xüsusi xas izləyicilərlə girəcəm. Bura tullanmaqdan çox xoşum gəlir. Oy! Ay Allah! Ayağım. Sadiq. İşlədik, villamızı aldıq. Çox pikiriz. 2 dənə divanımız var dostlar. Burada bir dənə televizorumuz var. Burada sizin reklamınız ola bilər. Qapqazaqlarımız var. Heç bunlara baxmamışam mən. Bunlar da bu arada evin üstündədir. Evin üstündədir. Qaldır evin üstünə qoy. Üstündə gördüyünüz hər şey evin üstündə verildi. Bir üstürə bax. Uy zibil. Çox qəşəngdir. Fərqli də olur. Bu arada Sadiq sağ olsun bu evi alanda mənə çox kömək elədi. Danışmağı sağladı. Hamısını Sadiq elədi. Mən Sadiq. Burada belə şkafımız var. Bu boyda villa var, şkaf göstərirəm hala. Proxorjan uzunluğuna bax etdim. Gəl bir dənə baba. Buradan ora qaçsam yarış eləmək olar. Getdi Sadiq arxamdan gələcəksən. O buradan ora qaçana yorulursan, bax. Yoruldum. 1, 2, 3, 4 dənə qapı var. Bunlardan 3 otaqdır, biri hamam tualet. Tapana halal. Yorumlara yazın. Birinci, sizə yataq otağıdır ya yox? Abba, buraya yetim yerləşmişik. Gələn kimi evin içindən zibil qoyduq ha. Nə qədər şeyimiz var imiş ha bizim. Bu boyda villamız var. Burada Hələ təzə əşyalar alınacaq. əşyalarımı falan gətirəcəm. Burada olacaq. 2 dənə burada kravat var dostlar. Bir dənə şkaf var. Nə ola Sadiq demişəm sənə. Paltarları və ağzına gələn yerə qoyma da Sadiq. Ora niyə qoyursan axı? Bunu götürürsən qardaşım bura qoyursan.
Burada da bir dənə yekə pəncərəmiz var. Uyda. Dünyanın ən pik lüstrləridir mənim evimdə də. Hə, yaxşı, yaxşı sənin. Bu nədir yala? Dostlar, bu nədir görəsən? Qurtarmı səncə? Evi bəlkə dağıdacaq şey deyib. Nəysə, burada nəsə var. İkinciyə görək. Nədir o? Dava girdik bu yataq otağa. Kravatın böyüklüyünə bax. Kravatın böyüklüyünə bax. Şkafa bax, güzgüyə bax. Sadiqin paltarları yenə burada. Hər otaqda şkaf var. Hər otaqda kravat var. Lüstrünə bax. Hər otağın lüstrü fərqlidir. Çox zordur qardaşım. Gəlin bura. İlk dəfə. Mən niyə çəkmirəm? Hər yerdə şüşə pəncərə var. Dostlar, ilk dəfə görürmüşəm kimi tepki verəcəm. Özüm önüm deyirəm, özümü çox var hiss edirəm. Bu dəqiqə özümü dartmayım, nə edeyim də belə bir evim var da, yəni. Zarf təmşalar sadə olunmuş. Burada da belə lüstrümüz var. Burada da 2 dənə tumbuçka var hər kravatın yanında. Gəl hamama görək. Bu evdə 3 dənə ayaq yolu var dostlar. Biri həyətdə idi, biri bu yataq otağındadır. Burada şkaf zad var. Güzgülərə baxın siz bir dənə. Hazırlaşma videoları çəkmək olar. Mən niyə əliyirəm hər yeri? Burada da güzgü var. Burada da bir dənə termo var. Qardaşım, əşyaların hamısı üstündə verdilər və sonunda hamam. Biz niyə hamam tualeti axıra saxlamışıq ki? Bir dənə baba, bunu yandırırsan, bu güzgünün ayrı özəlliyi var bax. 1, 2, 3. Çox zordur. Desəz ki, bu villa yoxsa bu güzgünün işığı? Əlbəttə ki, bu villa. Və burada qardaşım, belə yer var. Burada çimirsən. Sabun da var. Sadiq, sağ ol. İndi yorğunam dostlar, gedib yatacağam. Havuza girməyi də əsas kanala video paylaşacağıq. Bir gecə havuzda qalmaq. Gedib izləyərsiniz. Hələ paylaşmayacağıq da, bir 2 həftə yazadı. Hazırlaşın, Azərbaycanın ən bomba videolarından biri gələcək. Gerçələr demək vaxtıdır. Yine çöktüm dizlerimin üstüne. Dostlar, bu ev mənim deyil. Amma sizin ola bilər. Evin qiyməti sizcə neçədir uşaq? Evin qiymətinə işləndə dəli oluram. 195.000 manatdır dostlar. Aşağıdan əlaqə nömrəsi çıxdı, almaq istəyən əlaqə saxlasın. Şüvalandadır bu arada, Mərdəkanda Şüvalan qəsəbəsində. Hamı deyir, ilkinə abunə olmasan nə qazanacaqsan ki? Özüm ölüm deyirəm. Nömrəyə zəng eləyirsiniz. İlkindən gəldiyinizi deyirsiniz. 195.000 manat deyil evin qiyməti. Sizə çox böyük endirim eləyirlər. Çox böyük endirim. Amma ilkin adını verəndə, sırf ilkin adını verəndə yəni indirim görəcəksiniz. Bax, onda gəlib bu evi alanda o kim ki deyir daha ilkini niyə izləyirsən? Hamısına deyəcəksən ki, bax buna görə izləyir. Özünüzün pulu yoxsa valideynlərinizə falan bu videonu göstərin, evə ətraflı baxsınlar. Məncə bu evdə yaşamaq çox asandır. Belə reklam yoxdur da.